Bu ilin iyul ayından yaxın qohumlar arasında nigah qadağan olunacaq. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin təşkil etdiyi ictimai dinləmədə Ədliyyə Nazirinin müavini Mabiddin Hüseynov bu barədə danışıb. Bildirib ki, iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən Azərbaycanda nigahın bağlanmasına mane olan halların sırasına qardaşların, bacıların, ümumi bioloji baba və nənəsi olan uşaqların, bioloji qohumluğu olan əmi, dayı, qardaş, bacı qızı, həmçinin bibi, xala və qardaş, bacı oğlu daxil edilib. Nigahın pozulması ilə bağlı birbaşa qeydiyyat orqanlarına müraciət edən şəxslərə psixoloq müraciəti tövsiyə olunub. Bu da ilk növbədə əhalinin sağlamlığının qorunmasına, yaxın qohumlar arasında nigahın törətdiyi bir sıra fəsadların qarşısının alınmasına yönəlmişdir. Eyni zamanda son qanunvericilik islahatları paketində erkən nigahların qarşısının alınması üçün bir sıra məsuliyyət tədbirləri müəyyən olundu ki, erkən nigahlarla daha effektiv mübarizə aparılması mümkün olsun. Təcrübə göstərir ki, bu bir effektiv metoddur və bunun nəticəsində rəqəmlər göstərir ki, 20%-ə yaxın şəxslər psixoloqa müraciət etdikdən sonra nigahın pozulması fikrini dəyişirlər.